Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bu gün hazırladığım belə bir gözəl Mickey Mouse formasında tortu sizlərlə də bölüşürəm. İnşallah bu videomda sizə də yararlı olar və siz də dəyərləndirərsiniz. Çiçək tortu axşamdan yığmışam. Səhərə qədər tort özünü soyuducuda tutub. Tortun tərkibi ballı tortdur. Üzərini qanaşlamışdım. İndi isə gördüyünüz kimi şəkər xəmiri ilə örtdüm və artıq şəkər xəmirini kəsib götürdüm. Üzərini yaxşıca ütülüyürəm xanımlar. Tortu 22 diametrli formada hazırlamışam. Hündürlüyü 10 santidir. Eyni qayda ilə də kiçik ölçülü tortun üzərini örtdüm. Bunun isə tərkibi plan 1-dir. 16 diametrli formada hazırlamışam. Bunda hündürlüyü 10 santimetrdir. Obşi tortun çəkisi 4 kilo 200'dür. Tortun orta hissəsinə belə bir suşu çubuqlarından istifadə edirəm. Yaxın məsafəyə getdiyi üçün xanımlar turbadan istifadə etmədim. Odur ki, çökməsin qabağı almaq üçün suş çubuğundan istifadə etdim. Orta hissəsinə ağ şokolad vurdum biraz. İkinci tortu qoyandan sonra kleyləşib möhkəmlənsin, tutsun özünü. Kənarlarını isə mirvari formasında silikon formadan çıxartdım. Tortun kənarlarını ancaq və ancaq su ilə nəmləşdirirəm xanımlar. Mən heç bir geldən istifadə etmirəm. Tam yapışdırdıqdan sonra nəmli şotka ilə tortun kənarlarındakı kraxmalları təmizləyirəm. Orta hissəsinə belə bir dairəvi mastika yapışdırdım. Kənarlarına isə xırda ölçülü ağ dairələr yapışdırıram. Bunları da bu ucluqdan çıxartmışam xanımlar. Kiçik ölçülü dairələri krem ucluqlarından çıxartmışam. Yəni kimdə dairə kəsən yoxdursa ondan da istifadə edə bilər. Belə bir bantikdən istifadə etdim. Bantikin hazırlama qaydası digər videolarda var. Bunu axşamdan hazırlamışam. Onu çəkməyi tamam unutmuşam. Aşağı hissəsinə də yenə balaca belə bir Mickey Mouse'lar hazırlayıram. Yenə bunu da ucluqlardan çıxartdım. Baş hissəsini biraz böyük, qulaq hissəsini ondan biraz kiçik ölçülü. Belə bir Mickey Mouse'a yekə qulaqlar hazırlamışam. Bunu da biraz soyuducuda saxladım. Tortun üstünə taxıram. Mickey Mouse'ların da eyni qaydayla xırda kəpənəklər hazırladım və baş hissəsinə yapışdırdım. İndi isə ağ gelvi kraskadan üzərinə bantikin belə xallar yapışdırıram. Tortun hazırlaması xanımlar çox asandır. İnanıram ki, ötəsindən siz də inşallah gələcəksiniz. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Mən də biraz qürurlanıb çox tez gözəl videolar çəkib sizlərlə də paylaşaram. İndi isə balamıza valideynlərinin ürək sözlərini yazıb yapışdırıram üstündən. Belə bir gözəllik alındı. Siz də dəyərləndirin. Suallarınızı verin. İnşallah vaxt tapdıqca hamısını da cavablandıracağım. Öz sosial şəbəkələrinizdə paylaşsanız daha rahat olaram. Allaha əmanət olun. Hələlik bu qədər.